Salam uşaqlar, mən Ümid. Bu günlər sizlərə Wi-Fi şifrənizi, yəni internet şifrənizi unudursunuzsa və o Wi-Fi şifrəsi sizin internetinizə bağlıdırsa, yəni baxın məndə qoşulubdur. Amma biri məsələn sizdən internetin parolunu bilmirsiniz deyirsə, kompüter olanlar da eləyin. Gəlirsiniz. Burada baxın Windows bir də R düyməsinə. Baxın bir dənə səhv basdım belə. Windows'un R düyməsini tez basırsınız. Burada bu çıxır. Baxın proqram qovluğu nə bilim. Orada kontrol yox, control yazsınız. Control. Onu yazdıqdan sonra buradan tamam var. Yəni məndə oxudu. Bax, onun üstə bastınız. Basanda burada bu çıxır. Baxın. Buranı qaçırmayın ha. Burada şəbəkə və internet var. Bunun üstə vurursunuz. Sonra buradan birinci. Baxın bu. Bu birinci var ha. Onun üzərisinə dəfədə vurursunuz. Buradan baxın mavi yazı var ya. Bu. Galaxy nəminəm. Baxın burada internetin atdı. Bu mənim qoşulduğum internetdir. Siz də məsələn onun üstə basın. Üstünə basdıqdan sonra bu belə bir səhifə açılır. Səhifə açıldıqdan sonra baxın bu var ha, bir les nə bilim. Onun üstə bir də basırsınız. O açılanda uşaqlar burada bu olmalıdır. Nə bilim, yəni burada bunun üzərisinə bir dənə klikləyin. Sonra burada bunu seçirsiniz axırıncı və Wi-Fi şifrənizin parolu burada çıxır. Belə videolar gəlməsini istəyirsinizsə kanala abunə olmağı unutmayın.